Herkese salam, hörmətli abituriyentlər. Bu video izahımızda izə nəşriyyatından 11-ci sinif buraxılış sınaq imtahanları təlimimiz 1.2-nin gəlin izahlarına baxaq. Birinci sual. X bölü 8 bərabərdir 5 qalıq y bərabərliyində x y hadisinin ən böyük qiymətini tapın. Deməli biz bilirik ki, qalıqı bölmədə mütləq bu bölən qalıqdan nə olmalı? Böyük olmalıdır. Deməli y-in ən böyük qiyməti olacaqdır 7. Aha 7. Y-in qiyməti oldu 7. Ona görə də nə edirik indi? 7-dirsə, gətirib buradan x tapa bilərəm. Bölünəni tapmaq üçün böləni natamam qismətə vurub üzərinə qalıq gəlmək lazımdır. Bərabərdir 47. Düzdür. Bizdən nə soruşur? X tapdım. Y-in qiyməti 7-dir. X-y hadisini soruşur. 7 dəfə 7-nin 49. 9 yazıram. 4 yadda 28. 4 yadda 32. Doğru cavab olur. 1. B variantı. İkinci suala baxıram indi. Sual nömrə 2. Deməli nədir? Müsbət ədədlərin sayını tapın. Kök adda 1,8-i mən əgər salsam kökün altında, bu mənə nə verəcək? Bir dəqiqə bunu tənzimləyim. Aha, bu mənə nə verəcək? Kökün altında 3 tam %24 verər. 3-dən 3 tam %24 çıxadan mənfi. Bu getdi. Bu kökün altında 4 edər, mənfi. Elə bir 5 tam %76 edər kökün altına salsan. 5 tam %76, altdan 5 tam %76'nın müsbət. Biri bu. Kök hatta 9 yazaram bunu. Biri bu. Alt tam %25'ten kök hatta 5 çıxaram, müsbət eləyər. 3 sənə. Doğru cavab oldu. 2 C variantı. Üçüncü sual. A plus B 40'a bərabər olarsa ifadənin qiymətini tapın. A plus B'ye nə verirəm? Verirəm 40. 40'ın üstünə 10 gəlirəm. 50. 50'ni 7'ye vururam. 350. Doğru cavab olur. 3 C variantı. Sual 4. A ve B qabındakı şəkər məhlulları C qabında qarışdırılır. X plus Y cəmini tapın. 60 qram 30% isə bunun tərkibində 60'ın 30%. 60'a vurursan 30'a, bölürsən 100'ə. 18 qram nə var? Tərkibində şəkər var. Deməli 200 qram 16% isə 200'ü vurursan 16'ya bölürsən 100'ə, 2 sıfırlar gedər, 32 qram şəkər var. Deməli 32 qram ümumi şəkər varsa, demək ki burada 14 qram şəkər var imiş. Düzdür, şəkəri tapdım. Sonra ümumi 60 qram məhlul varsa, 200 qram cəm məhlul varsa, deməli X-in qiyməti olacaq 140 qram. 140 qram. 140'ın y%, 140'ı vururam y bölürəm 100'ə, nəyə bərabər olmalıdır? 14'ə. 14'lər getdi, y bərabər 10 almış oldum. Neçə faizli? 10 faizli. X plus y cəmini soruşur. 150. 140 üstə gələk 10 bərabərdir 150. 5-ci sual. Ədədlərin ədəd ortası 6 olarsa bu ədədlərin ən böyüyünü tapın. Ədəd orta toplayıb sayına bölürdük. 1x, 2x, 3x, 4x, 6x. 6x üstə gələk. İndi ədədləri toplasam 3, bu da 3, 6. Bölünsün ədədlərin sayı 1, 2, 3, 4 dənə. 4 bərabərdir 6. Buradan 6x plus 6 bərabər 24. 6x bərabər 18. X bərabər 3. Gətirib yerinə yazaram. 3, 9, 5, 7. Bu ədədlərin ən böyüyü olacaq 9. 5 doğru cavab olur. A variantı. Sual 6. Ondan kiçik sadə ədədlər çoxluğu A ilə işarə olunsa A bərabərdir. Deməli 2, 3, 5, 7. Onun alt çoxluqların sayını tapın. Elementlərin sayı 4 ədəd olduğuna görə alt çoxluqların sayı 2 üstü n ilə hesablanır. 2 üstü 4 bərabər 16. Doğru cavab olur 6 A variantı. Sual 7. S və D sonlu çoxluqları üçün deməli biz həmin dəqiqə Euler-Venn diaqramı ilə bu tip məsələləri çox rahat şəkildə həll edə bilərik. Bu S çoxluğu, bu D çoxluğu. NS bərabərdir 3 dənə N'dir. Yəni bura bir A'dırsa, NS'nin elementlərin sayı olacaq 3A. S fərq D, yalnız S'də elementlərin sayı 10. Kəsişmə oldu 2. O zaman 3A nəyə bərabər olacaq? 12'ye. 12 bərabər 3A, A bərabər 4. Deməli bu 4'dürsə olacaq 12 element. D fərq A'da olacaq 2, D fərq C'də olacaq 2 element. Birləşməni soruşur 10, 12, 14. Doğru cavab olur 7 C variantı. Sual 8. Şəkildə rənglənmiş hissəni təyin edin. Diqqətlə baxsınız, bu rənglənmiş hissə A və C'nin kəsişməsidir. A kəsişir, C fərq. Kimi çıxıblar? Bax, kəsişmə normalda bu hissədə olmalıdır. Amma bu hissə B-yə aid olduğuna görə həmin hissə çıxılıb. 8 doğru cavab olur. Y variantı. Sual 9. Ədədləri üçün standart şəkildə olan n bərabər A vuraq B ədədinin qiymətli hissəsi və tərtibini tapın.
A vuraq B hasil olacaq 21. 7 dəfə üçün 21 vurulsun 10 üstündə. 5'i burada, 2'si burada 7. Standart şəkildə olması üçün qiymətli isə 1 və 10 arasında olmalıdır. Yəni 2 tam onda 1 vuraq 10 üstü 8. Qiymətli hissəsi 2 tam onda 1 tərtibi 8 bərabərdir 10 tam onda 1. Doğru cavab olur 9 A variantı. Sual 10. B nöqtəsi A və C nöqtəsi arasında A və C bir B nöqtəsi. A nöqtəsi isə B və D arasında yerləşir. Deməli, bura bir D oldu. Oldu. Bir də oxuyum. B nöqtəsi A və C arasında, A nöqtəsi D və B nöqtəsi arasında yerləşir. Əla. AD'nin B-C olan nisbəti, onun da AB olan nisbəti 2 bölü 3. 2K, 3K, 3K, 5K. BD'nin ümumi uzunluğu, bax bu BD'nin uzunluğu 70'dir. Yəni 2K ilə 5K'nın cəmi 7K bərabər 70'dirsə K bərabər 10. 20, 50, 30 olmuş oldu. AC parçasının uzunluğunu soruşur. AC parçası da budur. 50 və 30'un cəmi neçə edər? 80. Doğru cavab olur 10 B variantı. Sual 11. 5 gün ərzində satılan kitabların gündəlik diaqramı verilmişdir. 3-cü gün 20 kitab satılıbsa, 3-cü gün kitabların 17'də 4 hissəsi satılıb. Deməli 17'də 4 hissəsi 20'yə bərabərdirsə, x bərabər cəmi 85 kitab satılıb. 5-ci gün 17'də 4, 17'də 8 neçə eləyir? 17'də 12. 17'də 14, 17'də 15. Deməli 17'də 2 hissəsi satılıb. 85'in 17'də 2 hissəsi 10 edər. Doğru cavab olur 11 A variantı. Sual 12. Cədvələ əsasən A ədədi B-nin neçə faizini təşkil edir? A ədədi. A ədədi irrasional ədədlərin sayıdır. İrrasional ədədlər burada bilmirəm indi ortada nə işarəsi var görəsən. Çıxma olar da yəqin ki. Biri bu olsun. İrrasional biri bu. 2 dənə. B ədədi rasional ədədlərin sayıdır. Rasional biri budur, biri də bu. 2 dənə. Sadəcə ortadakı işarəsini bilmədiyimə görə deməli burada ola bilsin ki, burada minus var. Bəlkə burada belə xət var. Belə baxaq. A ədədi B-nin neçə faizini təşkil edir? A ədədi irrasional. İrrasionalları sayın bir dənə. İrrasionallar pi, 2, 3 dənə. 3 dənə irrasional var. 3 bölünsün. Rasionallar nə qədərdir? 1, 2, 3, 4, 5 dənə. Digər yerdə qalanlar olur rasional. Buraq 100. 20 o da bərabərdir 60%. Doğru cavab olur 12 D variantı. Davam edirik növbəti 13-cü sual. Sual nömrə 13. Qarşılıqlı sadə ədədlər olarsa, baxın 3x minus 3 bölünsün x plus 2y düzdürmü? Bərabərdir 21'də 18'ə bərabərdirsə 21 və 18 qarşılıqlı sadə deyirlər. 3'ə bölsən burada qalır 6, burada qalır 7. Bəli, indi oldu. Demək ki, buradan 3x minus 3 6'ya bərabərdir. Buradan x bərabərdir 3. X plus 2y 7'yə bərabərdir. X'in yerinə 3 yazsam, y bərabərdir 2 almış oluruq. X'in kvadrat plus y'in kvadrat 9 plus 4 bərabər 13. Doğru cavab olur 13 C variantı. Sual 14. Əgər kvadratların cəmi 0'a bərabərdirsə, deməli ayrı-ayrılıqda hər ikisini 0'a bərabər etməlisiniz. X bərabər 2, y bərabər 3. 2 üstə gələk 3 bərabərdir. Doğru cavab olur 5. Nömrə 15. Ədədlərin tam hissəsinin cəmini tapın. Mənfi 3,4'ün tam hissəsi mənfi 4, 0,8'in tamı 0, 5,3'ün tamı 5. Bərabərdir müsbət 1. Doğru cavab 1 olmuş oldu. Sual nömrə 16. A paraleldir B, x bərabər 6,40 olarsa x tapın. X'in yerinə 6,40 yazsam, 6,40 və 3,40 daxili bir tərəfli bucaqlar olduğuna görə cəmləri 180 dərəcəyə bərabərdir. Y bərabər 20. Y 20 isə x bərabər 6 vurulsun 20 bərabərdir. 120 olmuş oldu. Doğru cavab oldu 120 dərəcə. Sual nömrə 17. Sinifdəki 30 şagirddən 15 nəfəri ana dili, 17 nəfəri ingilis dili, 8 nəfər isə hər iki fəndən məşğələyə gedir. Ana dili ingilis dili. Ana dili 15, ingilis dili 17. Qaldı burada 7'si, qaldı burada 9'u. Deməli, cəmi neçə nəfər məşğələyə gedir? 7 üstə gələk 8 plus 9 bərabərdir. 17, 24 nəfər məşğələyə gedirsə, 30 nəfərdən 24 nəfər çıxsın, 6 nəfər heç bir məşğələyə getmir. Heç bir fəndən məşğələyə getməyən şagirdlər 6 nəfər. Bütün sinifin, yəni 30'un neçə faizini təşkil edir? Bərabərdir 20 faizini. Doğru cavab oldu 20%. Nömrə 18. 11'də 7 kəsrə sürət və məxrəcinə hansı ədədi əlavə etsək,
plus x plus x bərabərdir 4-də 3 kəsr alınır. Çarpazlasam 28 plus 4x bərabərdir 33 üstə gələk 3x, x də bərabərdir 5 almış olaram. Hansı kəsri əlavə etsəm, hansı ədəd əlavə etsəm doğru cavab olur 5. Nömrə 19. A ədəd diaqramda A ədədin sadə vurğuları verilmişdir. Deməli 2-nin üstündə 3, 3-ün üstü 3, 2-nin üstü 2, 3-ün üstü 3, 5-in üstü 1 olsun. Natural bölünənlərin sayını tap deyəndə deməli qüvvətləri bir vahid artırıb bir-birinə vururuq 24-də bərabər. Doğru cavab 24. A-nın B-yə olan nisbəti 3 bölək 5-dir. Yəni A 3K-dır. Bunun yerinə 3K yazıram. B isə 5K-dır. Cəmləsəm qonşu bucaqlardır. 8K üstə gələk 100 bərabərdir. 180, K bərabər 10 almış oluram. Deməli, A nəyə bərabərdir? 3K-ya, 5K-ya. Fərqini soruşur. Deməli, biri 30-dur, biri 50. 50 minus 30, doğru cavab olur 20. Sual nömrə 21. 21. Qrafikdə Nural və İltürkün hazırladığı detalların sayı və zamandan asılığı verilmişdir. Onlar eyni məhsuldarlıqla işləsələr 30 detalı neçə günə hazırlayarlar. Nihat əgər 42 detalı 7 günə hazırlayırsa, Nihat bir günə. Deməli 42-ni 7-yə bölsəm 6 detal hazırlayır. Eltürk bir günə. Eltürk 10 günə 40 detal hazırlayırsa, bir günə 4 detal hazırlayır. İkisi bir yerdə bir günə 10 detal hazırlayırlar. Düzdür? 30 detal neçə günə hazırlayarlar? 30-u 10-a bölsəm 3. Doğru cavab olur 3. İfadənin qiymətini hesablayaq. Deməli, 2-də 3 qoy bir dəqiqə. Aha, deməli nə qalır? 2-də 3 vurulsun, 3-də 4 vurulsun, 4-də 5 vurulsun və s. 20-də 21. İxtisarıma diqqətlə baxın. Əgər mənim birinci kəsrimdə məxrəcim olduğu kimi qalıbsa, ona çarpaz olaraq bu dəfə sürətim qalacaq. Yəni 2-də 21. Yəni 10,5 bizim doğru cavabımızdır. Növbəti 23-cü sual. Buradan bu misaldan A bərabər 3K, B bərabər 7K yazısı olsaq, əkobları 21K-ya bərabər, əbubları 1K-ya bərabər 88. K bərabər 4 almış olarıq. AB hasilini tapın deyir. AB hasili 21, A deməli bərabər olur 3 dəfə 4-ün 12, B olacaq 28. A vuraq B hasilini soruşursa, 12 vurulsun 28. Aha, 28. O da bərabərdir 336 almış olarıq. Nömrə 24. Şərtini ödəyən A və B natural ədədlər üçün ifadənin ən kiçik qiymətini tapın. İfadənin ən kiçik qiymətini tapmaq üçün mən məxrəcin ən böyük qiymətini tapmalıyım. A və B-nin ən böyük qiyməti, deməli B 12-dirsə, yəni B 12-dən kiçikdirsə 11 olacaq, A olacaq 10. Yerinə yazsam 8A 80, üstə gələk 42, üstə gələk 8B 88. Bölək A plus B, yəni 21. Hesablayaq. 42-nin üzərində 88 gəlirəm. Neçə eləyir? 130. Üzərinə 80 gəlirəm 210. 210 da bölsəm 21-ə bərabərdir 10. Doğru cavab oldu. Ümumiyyətlə kəsrin ən kiçik qiymətini soruşursa, məxrəc ən böyük olmalıdır. 25 son sualımız. COD bu 1 olsun alfa, bu olsun beta, bu olsun gamma. COD-dən, yəni alfadan çıxıb KOD-ni, gammanı bərabər 35 dərəcə. Alfadan çıxıb KOC, betanı bərabərdir 55 dərəcə o verərsə. Hər ikisində alfa bucağı varsa, deməli mən burada tərəf-tərəfə məsəl üçün çıxmayayım. Birinci ifadədən qammanı tapsam, alfa minus 35. İkinci ifadədən buradan betanı tapsam, alfa minus 55 almış olaram. Mən də bilirəm ki, alfa üstə gələk, beta üstə gələk, qamma cəmi tam bucaqdır, 360-a bərabərdir. Alfa olduğu kimi qalsın. Betanın yerinə alfa minus 55, qammanın yerinə alfa minus 35 bərabər 360. 3 alfa 55 35 olur 90. 90 gəlsin 450 bərabər 450, alfa bərabər 150 dərəcə. COD-dən soruşur. Biz də birbaşa ilə alfanı tapmış olduq. 150 dərəcə. Bu qədər. Diqqətinizə görə sağ olun. Hər birinizə uğurlar arzu edirəm.